Geniş yollar, nizamlanmayan piyada keçidləri, təhlükə altında olan piyadalar. Belə keçidlərdə vətəndaşların özlərini rahat və təhlükəsiz hiss etmələri demək olar ki, mümkün deyil. Mövcud vəziyyətdən həm piyadalar, həm də sürücülər narazıdır. İşıq fon olmadığına görə keçiddən keçərkən baxa-baxa keçirdim. Biraz təhlükəlidir. Svetofor olsa lap tənzimləmə olar da, yolda tənzimləmə olar. Piyada ayağın qoyur, yol vermədin, cərimə, ya kamera ilə cərimələnir, ya polis cərimələyir. Svetofor olsa, əlin qoyur, işığın yanır, çıxıb gedir. Siz keçərkən baxa-baxa keçdiniz. İşıqfor olsa daha yaxşı olar təbii ki də, amma yoxdur. Məsələnin həlli yolunu nəqliyyat eksperti Ərşad Hüseynov piyada keçidlərinin siqnallaşdırılmasında görür. Yolun sağ və sol yuxarı hissəsində nişan olmalıdır. Belə olduğu təqdirdə sürücü 3 nişandan birini mütləq görəcək. Dünya təcrübəsinə əsasən piyada zolaqlarındakı rəng tərtibatı dəyişilib. Yəni zolaqdakı rənglərin ağ, qırmızı, ağ, sarı olması onun daha tez görünən edir. Hətta bu cür zolaqların materialı belə hazırlanır ki, həmin xətlər asfaltdan təxminən 5 sm yuxarıya qalxır. Bu da həmin zolaqların istənilən situasiyada görünməsi ilə nəticələnir. Eyni zamanda həmin keçidlərdə işıqlandırılmada da xüsusi işıq effektlərindən istifadə olunur. Sürücü prospektlə, küçə ilə gedəndə o piyada keçidinin görüş orada nəsə ora biraz başqa cürdür. Bax, bunlar hamısı ondan ötəridir ki, sürücünün diqqət cəlb olunsun. Çünki təcrübə göstərir ki, piyada keçidində hərəkətin təşkili ilə bağlı problemlər olanda, həmin o texniki vasitələr, nişan falan, sürücülər sadəcə obyektiv olaraq səhv eləyirlər. Yəni, hər kəs onun küçəsində və yaxud getdiyi küçədə nələrin olduğunu əzbər bilmir. Ola bilsin, hətta birinci dəfə oradan keçir. Amma bu effektlər onu məcbur edir ki, bunu birini görsün, nişanı görsün, yerdəkini görsün, işığı görsün. Yol hərəkəti qanununa əsasən piyada keçidinə 150 metr qalmış xəbərdar edici nişan quraşdırılmalıdır. Bəzi yerlərdə bu nişan quraşdırılsa da, əksəriyyətində bu nişanı görmək mümkün deyil. Bu quraşdırılmaya bilərdi şəhər mühitində, amma biz görürük ki, piyada vurmaların sayı o qədər də azalmır. Bir il azalır, bir il yenidən çoxalır. Bax, bu tədbir görülməlidir. Daha sonra piyada keçidinə 150 metr qalmış, sürət həddinin azaldılması ilə bağlı nişan qoyulmalıdır. Maksimal sürət 30-a endirilməlidir. Bu tədbirləri biz görmürük. Piyada keçidləri ilə bağlı işimiz o qədər də sürətli getmir, ləng gedir. Ona görə də piyada vurmaların sayını biz azalda bilmirik. Piyada keçidlərində təhlükəsizlik həm piyada, həm də sürücüləri narahat edən aktual məsələdir. İşıqfor və xəbərdar edici nişanların quraşdırılması isə piyada vurmaların sayını azalda bilər.